bütün işlərimizin əsasında səmimiyyət, ixlas dayanmalıdır. Əhl-i beytə münasibətimizdə də ixlas dayanmalıdır. Əhl-i beytin adından sui istifadə etmək qəti şəkildə icazəli deyil. Əhl-i beytlə olan münasibət təmiz niyyət üzərində qurulmalıdır. Əgər o münasibət təmiz niyyət üzərində deyilsə, Əhl-i beytin dostlarından deyil, nəuzubillah, düşmənlərinə çevrilmə ehtimalımız daha çoxdur. Yüzlərlə nümunə gətirmək olar. Bəzi Əhl-i beytin dövründə olan zahirən Əhl-i beyt dostlarından məqam, şərait yaranan kimi Əhl-i beytin əleyhinə dayandılar. Peyğəmbərin əleyhinə oldular. Zaman var idi, şərait var idi. Peyğəmbərlə birlikdə idilər. Müəyyən bir zaman, müəyyən bir şərait ortalığa çıxan kimi pul, vəzifə, var dövlət onların bir hissəsini öz həqiqi yolundan döndərdi. Bu günləri biz xanım Zəhra salamullahi aleyhanın həyatına və fəaliyyətinə baxdıqda görürük ki, o xanımın özü bütövlükdə ixlasın özüdür. Nəinki ixlaslı olub ha, Əhl-i beyt ixlasın özüdür. Dərəcənin özüdür. Ayə onların haqqında buyurur ki, humud dərəcat. Onlar dərəcənin özüdürlər. Bir var deyəsən dərəcəyə çatıb, bir var deyəsən, məsələn, filan kəs dağın zirvəsinə yüksəlib. Bir də var deyəsən ki, zirvənin özü. Qur'an humud dərəcat, yəni Peyğəmbər və onun əhl-i beyti, o cümlədən xanım Zəhra dərəcənin özüdür. İstəyirsən ki, Allah yanında müəyyən bir dərəcəyə sahib olasan, gərək xanım Zəhraya olan münasibətini düzəldəsən. İxlas, səmimiyyət üzərində o həzrətin adına təşkil olunmuş məclislərdə ləyaqətli şəkildə iştirak edə, o həzrətin, o xanımın adını daim uca tuta, o xanıma aid olan bütün işlərdə öz səmimiyyətini göstərəsən.